qasıq yırtığı nədir və necə yaranır? Qasıq yırtığı qarındaxili təzyiqin artması nəticəsində qarındaxili orqanların, əsasən nazik bağırsaq və omentumun qasıq kanalından dəri altına qabarmasına deyilir. Bu tip xəstələr özləri yırtıq olub-olmadığını bilərlər. Qasıq nahiyəsinə əllə təzyiq etdikdə yumşaq konsistensiyalı və təzyiqlə içəriyə doğru bataraq bir şişkinlik ələnir və qarına güc etdikdə həmin şişkinlik təkrar yenidən qabarır. Bu hallar varsa, demək ki, həmin şəxsdə qasıq yırtığı vardır. Qarındaxili təzyiqin artırılması dedim. Qarındaxili təzyiqi artıran səbəblər nədir? Qarındaxili təzyiqi artıran səbəblər xronik öskürək, qəbizlik, qarındaxili orqanların həcmli törəmələri, qadınlarda məsələn hamiləlik, daha xoş şeylərdən danışaq. Bu tip səbəblərdən qarındaxili təzyiq arta bilər. Ağır fiziki işlər, belə hallarda qarındaxili təzyiq artır və qarındaxili orqanlar qasıq kanalının daxili həlqəsindən periton qişəsi ilə birlikdə dəri altına qabarır və buna qasıq yırtığı deyilir. Doktor, qasıq yırtığı müalicə olunmazsa hansı fəsadlar verə bilər? Ümumiyyətlə, yırtıqlar müalicə olunmazsa, yırtığın boğulması dediyimiz fəsadla rastlaşa bilər. Yırtığın boğulması dedikdə, yırtıq kisəsinə daxil olan orqanın sıxılıb qan damarlarının tromblaşması, qanın gəlməməsi səbəbindən ölməsinə gətirib çıxardır. Buna yırtığın boğulması deyilir və bütün yırtıqlarda müalicə olunmazsa bu fəsadlaşma müşahidə oluna bilər. Belə hallarda xəstənin qarnında kəskin ağrılar, ürəkbulanma, qusma, qəbizlik və s. kimi əlamətlərlə müşahidə olunur və bu hal müşahidə edilirsə, mütləq ki, cərrahi müalicəyə olunmalıdır. Açıq əməliyyatdan sonra qasıq yırtığını laparoskopik eləmək olarmı? Ümumiyyətlə, bütün yırtıqları laparoskopik əməliyyat olunması mümkündür. Əgər birinci dəfə qasıq yırtığı əməliyyatı olunubsa, yaxşı olar ki, təkrarı yaranmış qasıq yırtığını laparoskopik üsulla əməliyyat elətdirəsiniz. Çünki daha öncəki əməliyyat yerində ciddi çapıqlar ola bilər və əsasən də xəstələr gənc yaşlı oğlandırsa və ailə, övlad sahibi deyillərsə, bunlar bu məsələdə daha tez yanaşmalıdır. Çünki təkrarı eyni yerdə açıq əməliyyatların olunması həmin tərəfdə xayaların itirilməsi ilə nəticələnə bilər. Bu isə insanın gələcəkdə uşaq sahibi olmasına yol açan bir problemdir. Bunlar olmasın deyə, əgər təkrarı qasıq yırtığı yaranıbsa, mütləq və mütləq onun ikinci dəfə əməliyyatı üçün laparoskopik metoddan istifadə olunması lazımdır. Bəs əməliyyatdan sonra nələrə diqqət etsinlər ki, təkrar yırtıq yaranmasın? Ümumiyyətlə, əməliyyatdan sonra təkrar yırtığın yaranmaması üçün qarındaxili təzyiqi artıran səbəblər ortadan götürülməlidir. Məsələn, xəstədə qəbizlik varsa, ağır fiziki işlə məşğul olma ehtimalı varsa, daha çox çəkilidirsə bir qədər çəki itirilməlidir və s. Bu kimi əlamətlərə diqqət ayırmaq lazımdır ki, əməliyyatdan sonra yenidən yırtıqlar yaranmasın. Həmçinin əməliyyat vaxtı, yırtıq əməliyyatı vaxtı xüsusi torlardan istifadə olunmalıdır ki, həmin torlar sayəsində yırtığın yaranma ehtimalı minimuma edir. Laparoskopik əməliyyat zamanı setka tikilirmi? Bütün yırtıq cərrahiyyəsində həm laparoskopik, həm açıq metodikada mütləq və mütləq setka, tor istifadə olunmalıdır. Qasıq yırtığı əməliyyatında mütəxəssis seçimi nə qədər vacibdir? Ümumiyyətlə, bütün cərrahi əməliyyatlarda mütəxəssisin seçimi çox vacibdir. Hər bir əməliyyata getməzdən öncə hansı həkimə müraciət edəcəksinizsə, həmin həkimin həmin sahə üzrə nəticələrini araşdırmaq lazımdır və nəticələr ürəkaçandırsa, təbii ki, öz sağlamlığınızı həmin həkimə etibar edə bilərsiniz.